Bu gözəl təbiətə baxanda müqəddəs kitabdan çox gözəl bir ayə yadıma düşür. Məzmur 103-də Davud Peyğəmbər çox gözəl fikirlər deyir. O deyir ki, Rəbbə alqış et, Rəbbə alqış edin. Unutmayın etdiyi yaxşılıqları. Bu təbiətə baxanda həmişə o ayələr yadıma düşür ki, Rəbbə alqış edək. Rəbbimiz doğrudan da alqışa layiqdir. İstəyirəm bir anlıq indi dayanaq və düşünək. Rəbb bizim həyatımızda hansı yaxşılıqlar edib və o yaxşılıqlara görə bərabər dua edək. İstərdim indi səninlə mənə qulaq asan dostum, Rəbbə minnətdarlıq bildirək və həyatımızda etdiyi yaxşılığa görə ona şükr edək. Gəlin dua edək. Gözəl Rəbbim isə, sənə minnətdaram. Bu gözəl təbiət, bu gözəl mənzərə sənin əl işindir, sənin əsərindir. Minnətdaram indi mənimlə bərabər dua edən qardaşım, bacım, dostum üçün. Minnətdaram onun həyatında etdiyin yaxşılıqlar üçün. Bərəkətlə onu, möhkəm elə. Qoy səninlə həyatını davam etdirə bilsin. İsa Məsihin adı ilə dua edirəm. Amin. Əziz dostum, Rəbb səni qorusun, möhkəm ol və imanda davam elə.